Deməli dostlar, bu videoda Nuh peyğəmbərin 950 il yaşaması ilə bağlı danışmaq istəyirəm. Bilirsiniz ki, biz Qurani-Kərimə baxdığımız zaman, Tövrata baxdığımız zaman burada Nuh peyğəmbərin 950 il yaşamasından bəhs edilir. Qurani-Kərimdə Ənkabut surəsində Nuh peyğəmbərin 1000 ildən 50 il az yaşamasından danışılır. Eləcə də Tövrata yaradılış bölməsinə baxdığımız zaman burada Nuh peyğəmbərin Nuh tufanından sonra, deməli burada hadisələr şərh edilərkən onun 950 il yaşamasından danışılır. Ümumiyyətlə, bir insanın 950 il yaşama imkanları bioloji olaraq mümkün deyil. İnsan bədənindəki hüceyrələrin bölünmə limiti var və bu da 950 il yaşamağa imkan vermir. Heç 950 il kənara qoysaq, bir insanın 200 il yaşama imkanları belə mümkün deyil. Biz fərqli vaxtlarda uzun ömürlü insanlarla bağlı eşitmişik. Deyək ki, məsəl üçün Azərbaycanda ən uzun ömürlü insan Şirəli Müslümov olsun, 168 il yaşayıbdır. Amma bu da rəsmi sənədlər üzərində öz təsdiqini tapmış bir məsələ deyil. Ümumiyyətlə, Nuhun 950 yaşaması o dövrdə mümkün olan bir məsələ deyil. Səhiyyənin, tibbin inkişaf etmədiyi bir dönəmdə, müasir dərmanların olmadığı bir dönəmdə insanın bu qədər yaşama imkanları yoxdur. Biz orta əsrlərə baxsaq, orta əsrlərdə təxminən orta ömür 35 yaş kimi götürülür. Xəstəlikdən, azlıqdan insanlar təxminən 35 yaş orta ömür kimi hesablayırdılar. Müasir dövrdə indi elm inkişaf edib, tibb inkişaf edib, müasir dərmanlar var və bu dərmanlar hesabına belə bugün insanın bu qədər yaşama imkanları yoxdur. Bilirsiniz ki, ümumiyyətlə Nuhun 950 il yaşaması məsələsinin elmlə ziddiyyət təşkil etməsini əsas götürən bəzi ilahiyyatçılar, bəzi dindarlar bu məsələni fərqli formada təqdim etməyə başlayırlar. Məsəl üçün deyək ki, Qurani-Kərimdə Ənkəbut surəsi 14-cü ayədə Nuhun 1000 ildən 50 il az yaşamasından danışılır. Burada 1000 ildən 50 il az yaşadı deyiləndə, yəni burada 950 il yaşadı söhbətindən getmir. Yəni çox yaşadı, sadəcə olaraq onun 50 ilini Allaha ibadət edərək keçirdi. Bu formada qeyd edirlər. Ancaq Tövrata da baxdığımız zaman Tövratda da 950 il yaşadığını görürük ki, orada 950 yaşamasından bəhs edilir. Və bu məsələni də fərqli formada təqdim edənlər var. Deyək ki, məsəl üçün Qurandakı bu ayəyə izah verənlər eyni zamanda keçirlər Tövratla bağlı müəyyən fikirlər yeritməyə ki, burada 950 ildən söhbət gedir, amma iki çay arasında Nuh tufanından əvvəl və yaxud da böyük daşqından əvvəl il sözü ay mənasında işlədilirdi. Burada da Nuh peyğəmbərlə bağlı danışılırsa, onun 950 il yaşaması 950 il yox, 950 ay yaşamasından söhbət gedir və burada 950-ni bölürlər 12-yə və bu deyilir Nuhun 79 yaşı və bu fikri müdafiə edirlər ki, Nuhun 79 yaşı olubdur, bu qədər ömür sürübdür. Ancaq biz Tövratın digər ayələrinə baxdığımız zaman burada müəyyən ziddiyyətlər ortalığa çıxır. Deyək ki, məsəl üçün Yaradılış kitabının 7-ci fəslinin 11-ci ayəsinə baxdığımız zaman burada Nuhun ömrünün 600-cü ilində 2-ci ayın 17-ci günündə tufan olmasına bağlı bəhs edilir. İl sözü, ay sözü, gün sözü keçir. Deyək ki, burada il sözü, ay sözünü bildirmiş olur. Bəs ay sözü necə? Və yaxud da bundan başqa eyni zamanda biz əvvəlki ayələrə baxdığımız zaman orada da yenə ziddiyyət təşkil edən məsələlər çıxır. Yaradılış kitabının 5-ci fəslinə baxdığımız zaman burada Adəmin şəcərəsi veriləndə orada bəzi peyğəmbərlərin, məsəl üçün deyək ki, Qinan 70 yaşında olanda Məhlail adında oğlu dünyaya gəlir və yaxud da deyək ki, Məhlail 65 yaşında olanda Yarəd adında oğlu dünyaya gəlir. Burada 65-i də 12-yə böldüyümüz zaman təxminən 5 yaş eləyir. 5 yaşında bir insanın övlad dünyaya gətirilməsi mümkün olan bir məsələ deyil. Ona görə bu məsələdə Tövratın özü ilə ziddiyyət təşkil edən bir məsələdir. Bunu kənara qoysaq belə, ümumiyyətlə deyək ki, iki çay arasında daşqın baş verdi. İki çay arasından əvvəl il sözü ay mənasında işləlsə belə, Tövrat daşqından sonra yazılmış bir kitabdır və buna görə də burada il sözünün ay mənasında işlədilməsi heç bir məntiqi uyğun olan bir məsələ deyil. Və bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, bu məsələ Şumerlərin Gilgamış dastanından gələn bir məsələdir. Orada obraz, Nuhu əvəz edən obraz Utnapiştim və yaxud da Ziusudra adlandırılır. Həmin obraza Tanrı tərəfindən daşqından sonra əbədi bir həyat bəxş edilir. Və burada da Nuhun 950 il yaşamasının ola bilər ki, hansısa bir Şumerlərlə bağlantısı olsun.